Siz demək istəyirsiniz ki, gündə bir qaşıq duz və darçın qocalmanın əsas səbəbini cəmi 7 gün aradan qaldıra bilər və oynaq ağrısı da yoxa çıxar. Bu, inanılmaz səslənir. Xeyr, bu tam həqiqətdir. Hər kəsin evdə cəmi 5 saniyəyə hazırlaya biləcəyi bu içki rəsmi tibbin bütün üsullarından 7 dəfə daha təsirli olub. Bəs niyə bu barədə heç kim əvvəllər danışmayıb? Qocalma və oynaq xəstəlikləri bugün Azərbaycanda və bütün dünyada 40 yaşdan yuxarı insanların əlilliyinin əsas səbəbidir. Sadəcə farmasevtik şirkətlər bu həqiqəti artıq 70 ildir gizlədir. Onlar bunu bilirlər. Amma bu onlara sərf etmir. Onlar istəmirlər ki, siz 5 saniyəyə sağalasınız. Onlar istəyirlər ki, siz daim pul xərcləyəsiniz. Bir maz alırsınız, kömək etmir. Başqasını alırsınız, yenə nəticə yoxdur. Həb, iynə, əməliyyat və ağrı yenidən qayıdır. Yaxşı, doktor Dədəli, ətraflı danışın. Qocalmanın və oynaq problemlərinin əsl səbəbi nədir? Təəssüf ki, bugünə qədər sağlamlıq haqqında bildiyimiz hər şey tibbin böyük səhvi olub. Səbəb yaşınızda deyil. Bu yorğunluq və ya köhnə travmalar da deyil. Sizə inanılmaz gələ bilər, amma bütün bunların kökündə yalnız bir hormon, kortizolun balansızlığı nəticəsində yaranan kollagen çatışmazlığı dayanır. Kortizol nəzarətdən çıxanda bədən oynaqları bərpa etməyi dayandırır, qığırdaqlar aşınır, iltihablar xroniki hala gəlir. Maz, iynə və ya pəhrizlər kortizolu azaldırmır. Onlar sadəcə ağrını müvəqqəti gizlədir. Duz və darçın sehr deyil. Onlar kortizola birbaşa təsir göstərərək qocalmanın kök səbəbini aradan qaldırırlar. Yəni demək istəyirsiniz ki, günah fast foodda, kola içkilərində və ya yaşda deyil, hormonlardadır. Bəli, tam olaraq belədir. Kortizol stres hormonudur. Onun səviyyəsi yüksək olanda bədən qığırdaqları bərpa etmir. Kollagen istehsalını azaldır, iltihab, ödəm, ağrı və hərəkətsizlik yaradır. Hətta siz idmanla məşğul olsanız, əlavələr qəbul etsəniz, düzgün qidalanmağa çalışsanız belə, oynaqlar yenə dağılır. Çünki əsas səbəb aradan qaldırılmayıb. Bədən sağalmır, sadəcə tükənir. Bəs adi insan bununla nə edə bilər? Əlbəttə edə bilər. Mən özüm bu vəziyyətdən keçmişəm. Bu mövzu mənim üçün çox şəxsi bir məsələdir. 10 il əvvəl anam yerimə qabiliyyətini itirdi. Onun oynaqları hər gün dağılırdı və o əlil oldu. O vaxt ona kömək edə bilmədim. Bir neçə il sonra isə həyat yoldaşımın dizlərində və barmaqlarında ağrılar başladı. Hər addımı əzab idi. Biz hər şeyi sınadıq. Mazlar, iynələr, heç biri kömək etmədi. Onda həmkarlarımla birlikdə oynaqların regenerasiyası üçün təbii formul yaratmağa başladıq. Bu elmi cəhətdən sübut olunmuş, sınaqdan keçmiş üsuldur. Artıq 73 mindən çox insana gəncliyini və hərəkət azadlığını qaytarmağa kömək edib. Bu metod hüceyrə səviyyəsində işləyir. Kortizolu normallaşdırır. Bədənin bərpa prosesini yenidən işə salır və cəmi 7 gün ərzində hər bir hüceyrəniz yenilənir. Sözün əsl mənasında siz yenidən çiçəklənirsiniz. Özünüzü gənc və enerjili hiss edirsiniz. Bəs bu barədə daha ətraflı hardan öyrənmək olar? Mən qısa bir video hazırlamışam. Orada addım-addım göstərirəm ki, bu üsulu ev şəraitində hər hansı dərmansız və iynəsiz necə tətbiq etmək olar. Amma farmasevtik şirkətlər bu videonu silməyə çalışır. Çünki onlar artıq milyardlarla gəlir itirirlər. Çünki onların mazları artıq lazım deyil. Video yalnız 15 dəqiqə ərzində əlçatan olacaq. Aşağıdakı düyməni sıxın və indi baxın silinməmişkən.